Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinin operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətinə əsas tutaraq yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar əhalinin narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədi ilə keçirilir. Bu məqsədlə Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun hüquq mühafizə orqanlarının xidmət sahələrinin rəhbərləri ilə birgə 2025-ci ilin son səyyar qəbulunu rayonun Boluslu kəndində keçirdi. Qəbulda öncə möhtərəm prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli strategiyanın, dövlətimizin təhlükəsizliyinin təminatı, sosial-iqtisadi inkişafının daha da yaxşılaşdırılması istiqamətlərində görülən işlərin əhali arasında təbliği məqsədi ilə icra başçısı tərəfindən geniş məzmunlu məruzə edildi. Sonra sakinləri dinləyən icra başçısı mövcud problemlərin həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini bildirdi. Hamımızı xoş gördük. Hörmətli Boluslu kənd sakinləri, biz bugün qrafik üzrə sizinlə görüşə gəlmişik. Məktəbimizdə 2 nəvəm oxuyur, 2-ci sinifdə. İnanın, çox sağ olun. Çox çətinlik çəkirik, mən və məni kimi valideynlər. 2-ci sinifin hava təmiz qaralanda məktəb qutarır, havanına gedirik. Kənd sakinləri adından xahiş edirik, bizim o təzə məktəbin tikilməyində köməkli edəsiniz. Çox sağ olun. Rayonumuzda 7 məktəb tikiləcək. Hal-hazırda 2 məktəb tikilir. Bir şəhər internat məktəbi tikilir və çox müasir bir təhsil kompleksi olacaq. Eyni zamanda Qızılacılı kəndində də çox müasir bir təhsil kompleksi və o məktəb müharibədən ziyan çəkən məktəb kimi tamamilə yenidən tikilir. Və sizin kənddə də modul tikin məktəb Bolusluda artıq layihə də gəlir, təsdiqdə olunur və o məktəbin tikintisinə yaxın zamanlarda start veriləcək. 231 nömrəli 670 sayıda indi vurulur, hal-hazırda bugün kolon salınır. Bir dənə xahiş edirəm, onların transformatorunda köməkli edəsiniz. Transformatorlarını aparın. Şəkil xəstəsidir. Şəxsən mənim ayının 5-dən dərmanım qutarır. Kəndimizin yolları pis deyil, babatdır. Amma müəyyən qədər yerlərdə narahatçılıq var, yollarda çarşı-körlük var. Bizim kəndə təzə internet xətt çox gözəl, səliqəli. Ancaq bununla bağlı bizim köhnə dirəklər yerində qalır. Başı sahənin arxlarının lildən təmizlənməsi barədə xahiş edərdi. Hansı arxdır o? Reper nömrəsi Qəbristanlı 60 nömrəli, Qəbristanlı yanları, bir də 167 nömrəli. Bizim Bolusluda tibb məntəqəsi var. Orada 2 dənə böyük çəkil ağacı var. Bizim evdə onun böyründədir. Bizim işıqlar keçir. Bizim də küçəmizin işıqları qəzalı vəziyyətdədir. Yəni, işıq dirəklərimiz pis gündədir. Külək əsəndə düşür, qırılır, uşaqlar keçir. Görüşdə iştirak edən sakinlər müraciətlərinin həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər. Bu günləri mən ziyalı olaraq hər bir kəsə müraciət edirəm ki, bu günləri biz doğrudan da başımızı tik tutub gəzəcək bir millətik, bir xalqı. Çünki biz azadıq, biz müstəqilik, biz bütövük. Və bizim hər birimizin, hər birinizdən xahiş edirəm, hörmətli kənd sakinləri. Bir millət olaraq yaşamaq üçün bu dövlətin və dövləti quran insanların və dövləti yaşadan insanların qədrini bilməliyik. Bu günləri bütün dünya səs salmış Azərbaycan millətini, dövlətini, bütün dünya tanıdan o gözəl insanları həm quran, həm onun memarını, həm onu yaşadanlara dəyər verməliyik. Buna görə 40 illik müəllim işləyən bir insan kimi, bir ziyalı kimi, Heydər sevən bir şəxs kimi təşəkkür edirəm. Bax, bu elmin, obamın içərisində deyirəm. Çox sağ olun.